Bizim papaq atanlar. Bunu göster. Atı. Kampeydi. Papaq atırlar ölüp sesi. Bende de kampeydi. Sniches. Yığıblar bir şeyler. Aha. Biraz yığın enerji, enerji yığın. Haydi Allah'ım bir tane bize para. Ofelia'nın görürlər qorxuydu. Papağanıza yaxşı yerə qoymasız videolarda qapılarınızı biyanlar eləyəcək. Qurban olum. Allah dostlarına ömrü bunu için koysun. Valla bizi tutup aparaz elə bunun beynine görə. Görsə, uşağın alına var, nə yapacaq? Alının zəhmət haqqısını versin. Biz var ya, biz direkt gedək qapını döyək, bizə nəsə verir mi? Papağat olmadı. Hansı qapıya papaq atdılar? 3 dənə papaq qoydular. Biri 3-5 motor dedi, biri 4-4 dedi. Yüksək şeydir. Tərvan da danışında deyib papaq atdı. Ölüm sənsin. Ben papaq atdı, yığışdırdım. Pul qoyun özümüz istədiyimizi alaq da. Emirəm mən sizin kesin. Aa, sağlığına baxdı. Oligarx papaq atdı. Boğmuşların anası. Bu xoşuma gələn tuyoldu. Xoş yalan tuyuldu. Ama burada sen xoşladığın neydi? Şey. Yok da Sağ olun. bize bir tane şey olmadı. Sniches kızı yani. Ben ancak Sniches bir böyle bir bal ama bal oldular. Baxım sən də. Maşallah, maşallah. 3 gün. Bir hafta zaten pazarlıq eləməyəcək. Şirniyyat pazarlığı. Gitti o ayağla papaq atma. Atıpsız şey. Harda pul qoyurlar? Üç kapıdan ikisi 5 manat hərəmizə pul verildi. Tanışlar fərqlənib də həmişə fikir. Qapını açmırlar, elə Qurban olmalılar, papağa. Heç qıram. Mənə görə tələ döyə tələ özüm. Düşəm şahın atası. Kamera arkası. Video çəkəndə adamın bir tane səmrə bozulur, rahatdır. Həvəsindən düşüblər şey. Ne çıxdı? Hiç. Baktım. Bakıcı doldur papağanaklar. Mən nə qədər qoca olsam dəyərəm nizama. Gözən, uşaq saxlamazsan dörək. Bizi ancaq bayramdan bayrama. Vay, papaq atanlar arasında dava düşür. Ofelia'nın papağına bir dəncilə fındıq qoyublar. Yalan danışır. Qaçdı. 5'te 6'ya bas. Hadi kapı kalmış değil mi? Hele 12 mertebe var ya şeker. O etti adam var. Bizim bir kadın. Allah bereket versin, kurban olma Allah'a. Fındık, fıstık, tavuk. Hepsi bir kalsa en araya atarım. Konfet kabımız doldu. Ah, korku.
Korkulu kino lan. Hay Allah hay Allah. Baba. Ay Allah. Korkmayın. Dua elini açsın kapıyı. Bismillah. Korktum. Ben geleceğim. Şalalım. Kaçın. Geç de geç. Papaq atmışım. Teşekkür. Arkadaşlar iç paramız pul. Hadi. Hadi. Bakayım. Oh, Allah bereket versin. Yes. Bazardı. Kaçın tezden karışın kapıya koy. Ay Allah bu kapı necə də indi biz. Ay gəlirlər. Ay gəlirlər. Başqa papaq atanlar gəlir. Sizi döyəcəklər qaçın. Evdə 10 günlük uşaq var deyir. Mənim uşaq ölür. Ay Allah. Dəydilər. Ay. Elədiyisi uşaq. Baxın. Aplesin sənə. Bana. Sabah xoşdursa sən Allah. Verin ata değilsin. Ya Allah. Bismillah. Ha. Allah. Aynı ya. Ne İslam var? Evde doğruysan yiyen yok diyor. Niyə yalandaysın? Mən apelsin xoşduyuram. Ha, aplesin. Hoş değil. Biz atabdan bir tane dayandı. Gəl sən baş çəkdi, mənə də çək. Gelin. Oh. Ben balalarım. Koyarım skalası burada. Mesela Oh. ona gitmedi. Şimdi nasip. Dostlar hansı qapını döydü? Dillə uşaq yatır dövmür qapını. Niyə? Maraqlıdır. Biz demək adət-ənənələr pozulmayıb. Xalqımız elədi ki, o vaxtın adət-ənənələri. Hanı adət-ənənə? Qapını döysən, qapını az qala adamı dövsünlər. Tapmışıq, hamımız ona baxıyor. Bir açsan olacaq yoxsa yox. Eşitdin o dediyimi, Enərəm mərtəbəsi deyir, daha pulludur. Çünkü bir de it var idi böyle. Harda pullu qapı tapılır, heç kim açmadı. Nə açdı, ancaq kasıb qapılar açdı. Ofişin papağını götürmədilər. Hər şeydən qapı ya ya qapını açanda üçündə götürür də heç birini götürmür. Ayrı seçkili salmır. Bir şey yaxşı koydum. Atsan görer oldu koyarım. Bu qapı. Saçın çox pis oldu. Görə bu qapıda nədir? Ofişin papağı qalıb. Bizə kömək edir. Quldur düşümü yedirlər qapılara elə bir. Bunların dədələrinə borcları var cəmaat. Bir sürü orada. Qaçın.